Və mənə ən çox maraqlı olanlardan biri də Apple-da olan endirimlərdir. İndi keçək içəri görək Apple-da endirim varmı? Nə kimi endirim var deyəcəm, amma sentlər boşdur. Bu iPhone Air. Bunların qiymətlərinə baxaq buradan. 256 GB 2400 manatdır. 512-si 2500 manat, yox, 3000 manat. 1 TB isə 670 min, təxmini 3350 manat edir. iPhone 17 buradadır. 256 GB 2000 manatdır. 512-si də 2500 manatdır. Durdu. 17 Pro. 17 Pro'nun qiyməti 256-sı 2250 manat, 512-si 3250 manat, 1 TB isə təxmini 3750 manatdır. Bunlarda çox dızılma olur deyirlər. Amma gördüyüm qədərilə heç bir şey yoxdur. Ağ rəngi də çox gözəl görünür, amma göy rəngini daha çox bəyənirəm. Bunlar burada endirimə düşüb. MacBook Air 13 M4 çiplə 409 min, 2050 manat falan edir. iPad'in qiyməti isə iPad Air 128 GB 2000 manatdan başlayır. Wi-Fi'li. Wi-Fi'li plusu nömrə gedən 2350-400 manat falandır. iPad Air. Burada iPhone'un öz kabloları var. 150 manatdan düşüb 40 manata. Hamısı endirimə düşüb. Bu 150 manatdan 100 manata düşüb. 15 Pro üçün olandır. Pro olmayanı sadəsi 40 manatdır. Pro olanı 100 manatdır. Niyə belə fərq var? Çox maraqlıdır. Hətta şəffaflar belə 50 manatdır burada 16 Pro Max üçün. Gəl kiməsə maraqlı olarsa, çünki mən bundan istifadə edən görməmişəm çox da. iMac-in qiymətləri 16256 olanı 700 min forint, yəni təxmini 3500 manatdan başlayır. 512-si 4000 manat, amma 24 512-si olanda 4500 manatdır. Və bir də AirPods 4-lər endirimə düşüb. 425 manatdan düşüb 325 manata. 100 manat endirim oldu. Pro modelləri isə 109 min desək 550 manatdır. Və pensillər var. iPencil. Bunlar da 36 min, 37 min, təxmini 190 manatdır.